Xalq artisti İlhamə Quliyeva ilə bağlı xəbərimiz var. Bu dəqiqələrdə Rəşid Behbudov adına mahnı teatrında vida mərasimi keçirilir. Xalq artistinin mərasimində xalq artistinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak ediblər. Və onda nəzərinizə çatdıraq ki, tədbirdə olan əməkdaşımızın bizə verdiyi məlumata görə tədbirdə sənətçinin mahnıları səsləndirilir. Mərasim saat 14-də yekunlaşacaq. Daha sonra sənətçinin cənazəsi dəfn olunmaq üçün ikinci fəxri xiyabana aparılacaq. Azərbaycanın gözəl nəğmələrini ifa edən səslərdən biri susub. Çox ağırdır bu. Və mən inanıram ki, Azərbaycan xalqı necə ki, heç bir sənətkarını unutmayıbdır, bu səsi də unutmayacaq. Çünki İlhamə xanımın səsinin sayəsində sayı bilinməyən nəğmələr sevilibdir. Çox sevinirəm ki, Azərbaycan sənətində belə bir insan oldu. O insan dünyasını dəyişənə qədər heç bir ağrısını hiss elətdirmədi heç kimi. İnanın ki, biz bilirik də o insan necə ağrılar çəkirdi, ayaq üstə hətta durmaq çox çətin idi o insan, amma o 4 dəqiqə mahnısını oxuyanda da ayaq üstə durub oxuyurdu. Hamı bilirdi ya, bunu biz məsələn güclə gətirmişik, tutturmuşuq ya hansısa bir verilişə. İlhamə xanım elə böyük bir sənətkardır ki, onun haqqında biz nə deyə bilərik? Ancaq onu deyə bilərik ki, Azərbaycanda çox böyük itki oldu. Yəni mən onu hesab eləyirəm və Allahdan İlhamə xanıma rəhmət diləyirəm.